Birinci misal odur ki, Allah Subhanahu taala özünə əsbət li nəfsil ilm. Allah Subhanahu taala özünə elmi nisbət etmişdir. Və həmçinin deyir ki, Allah Subhanahu taala elmi ilə hər şeyi əhatə edir. Allah Subhanahu taalaya nə göylərdə və nə yerdə, nə göydə və yerdə heç bir şey gizli qalmır. Və nə olacaqsa ya'lem ma kan, nə olubsa onu bilir. Və ma seyekun, nə olacaq isə onu da bilir. Deyir ki, və ma lam yakun law kana keyf yakun. Olmayıb, amma olsaydı necə olacağıydı onu da bilir. Fəmən şəkkə əv cəhədə əv ləm yu'min əv irtəbə fi həzi sıfəti əv fi ba'di mə yətəalləqu bihə yəkunu kəfirən billah subhanahu wa ta'ala. Kim bu şeydə şəkk edərsə, Allah subhanahu wa ta'ala özünə elm sifətini nisbət etdiyi halda, bu şeydə şəkk edərsə, iman etməzsə, tərəddüd edərsə və yaxud da ona tərəddüd edərsə, artıq nə olar? Kafir olmuş olar. Necə ki, Allah Subhanahu taala öz ayəsində deyir ki: "Velakin zanantum ennallaha la ya'lemu kesiran mimma ta'malun. Ve zalikum zannukumul-lezî zanantum bi rabbikum ardaakum fa asbahtum minel khasirin. Fe yasbiru fe'n-naru mesven lehum ve in yesta'tibu fema hum minel mu'tebin." Allah Subhanahu taala bu ayədə deyir ki, sizin, yəni bir ayənin əvvəlindəki velakin zanantum ennallaha la ya'lemu kesiran mimma ta'malun. Siz deyir, öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi. O da hansı zənn idi? Onlar elə zənn etmiş və siz deyir ki, ziyan çəkənlərdən oldunuz. Onlar nə zənn etmişdilər? Deyir ki, velakin zanantum, siz Allah Subhanahu taalanın, yəni sizin etdiyiniz şeylərdən çoxunun bilmədiyini zənn etdiniz. Siz elə zənn etdiniz ki, Allah Subhanahu taala sizin etdiyiniz əməllərdən çoxundan xəbərsizdir, bilmir. Və sizin deyir, öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz. Deyir ki, əzaba dözsələr də onların yeri oddur. Onlara deyir, onlar mərhəmət diləsələr də onlara mərhəmət göstərilməyəcəkdir. Yəni ki, hədil uqubətul vaqiyyətu alə haulay məbnəha və səbəbuha, deyir ki, yəni bu cəzaların, bu əzabın onlara verilmə səbəbi nə idi? Nə üçün verildi bu ayədə onlara o cəza, əzab? Nə oldu səbəb? Şeyx deyir ki, səbəbini Allah Subhanahu taala ayənin əvvəlində zikr etdi. O da ki, velakin zanantum ennallaha la ya'lemu kesiran mimma ta'malun. Yəni siz elə zənn etdiniz ki, Allah Subhanahu taala sizin etdiyiniz əməllərin çoxundan xəbərsizdir, xəbəri yoxdur. Allah Subhanahu taalanın elm sifətini inkar etmək və demək ki, Allah Subhanahu taalanın xəbəri yoxdur, hansı ki, Allah Subhanahu taalanın özünə elmi nisbət edib və Allah Subhanahu taalanın elmi hər şeyi əhatə edir və yerdə və göydə heç bir şey gizli qalmır ona. Belə olduğu halda Allah Subhanahu taala barəsində olan zənnləri bu idi ki, Allah Subhanahu taala onların etdiyin çoxundan xəbərsizdir, xəbəri yoxdur, elmli deyil. O zənləri onları bu cür, yəni müsibətlərə, əzaba düşmələrinə səbəb oldu. Hədə fi şəkkun fi şeyin əsbətəhullahu azza və cəllə nəfsi. Burada nə var? Deyir ki, Allah Subhanahu taala özü üçün isbat etdiyi şeyi, elm sifətini onlar şəkk etmişdilər. Və huve ihatatu ilmi. Allah Subhanahu taalanın elmini hər şeyə əhatə etməsi barəsində onlar şəkk etmişdilər. Onlar deyirlər ki, Allah Subhanahu taala hamısına xəbəri yoxdur. Və siyə kulli şeyin ilmən. Hansı ki, Allah Subhanahu taala elmi hər şeyə əhatə edib. Fəmən nəfə mə əthbətəhullah li nəfsihi yəkfur bidəlik. Kim Allah Subhanahu taala özü üçün isbat etdiyi bir şeyi inkar edərsə, bununla da o küfr etmiş olur. Və hum yəkfuruna bir-Rahman. Allah Subhanahu taala başqa bir deyir ki, onlar Rəhmanı inkar edirlər. Səmmə cəhdəhum lismihi ər-Rahman kufran bihi. Allah Subhanahu taala Rəhman sifətini inkar etməyi, onların inkar etməsini adlandırdı, ona qarşı küfr etmək adlandırdı. Həmçinin şeyx başqa bir misal çəkir, deyir ki, və hu isbatu mə nəfəhullahu təqəddəm fi surətil İxlas. Yuxarıda biz Allah Subhanahu taala özü üçün elm sifətini isbat etmişdi, bəzilərdəki gəlib inkar etdi, şəkk etdilər ki, Allah təala şeydən xəbəri yoxdur. Və Allah Subhanahu taala onların o zəndə olan kimsələrin cəzası barəsində xəbər verdi bizə. Başqa bir misalda Allah Subhanahu taala özündən bir sifət var ki, o eyib sifəti onu uzaq edir, amma bir toplum gəlib onu isbat edir. Hansı ki, İxlas surəsində Allah Subhanahu taala nə dedi? O ləm yəlid və ləm yulad. Allah nə doğub, nə doğulmamışdır. Həmçinin Məryəm surəsində deyir ki, və qalu ittəxadur-Rahmanu vələdə. Onlar deyirlər ki, Rəhman özünə oğul götürdü, evlad götürdü. Əl-xata indi haulai, yəni bu kimsələrdə, bunu deyən kimsələrdə xata hardaydı?
onlar əsbətu lillahi mə nəfəhullah nəfsi. Allah Subhanahu taala özündən uzaq etdiyi o vəsfi Allah Subhanahu taala yaraşdırdılar. Hansı ki Allah Subhanahu taala deyir ki, Allah Subhanahu taala nə doğulmuşdur, nə doğulmamışdır. Yəni övlad götürməkdən Allah taala uzaqdır. Münezzəhdir. Bunlar gəldilər ki, Allah Subhanahu taala özünə övlad götürüb. Fallahu nezzə nəfsəhu anil vəlad. Allah taala özünə övlad götürməkdən uzaq etdiyi halda onlar gəldilər Allah Subhanahu taala bu sifətlə sifətləndirdilər. Deyir ki, Allah Subhanahu taala deyir ki, ayədə laqad ci'tum şey'en iddə. Yəni burada Allah Subhanahu taala bunların dediği bu sözündən sonra, bunlar bunu dedikdən sonra Allah Subhanahu taala nə deyir? Allah Subhanahu deyir ki, artıq siz əzəmətli bir şeylə gəldiniz. Yəni əzəmətli bir söz söylədiniz. Ey azimən bəliğəl xutura, çox təhlükəli bir söz söylədiniz. Sonra deyir ki, təkədus səmavatu yetafattarna minhu. Az qaldı ki, göylər parçalansın sizin o söz dediyiniz vaxtı. Və tənşəqqul ard, və yer yarılsın. Və təxirrul cibalu həddə, və dağlar yerindən qopub uçsun. Təsəvvürün, subhanallah. Yəni onlar Allah Subhanahu taala elə bir vəsf verdilər. Allah taala özündən uzaq etdiyi halda o vəsfi, münezzeh olduğu halda Allah Subhanahu taala deyir ki, Allah taala övlad götürüb. Allah taala deyir ki, siz əzəmətli, çox təhlükəli bir şey söylədiniz. Hansı ki dedi sizin o söz söylədiyiniz vaxtı səmalar az qalsın ki parçalansın. Və deyir ki, az qalsın ki yer yarılsın. Və az qaldı ki dağlar yerindən qopub uçsun. Ən da'u lirrahmani vələdə. Mərhəmətli Allah'a övlad nisbət etdiniz siz. Rəhmətli Allah Subhanahu taalaya övlad nisbət etdiklərinə görə görün, səmalar az qalır ki parçalansın, yerlər az qaldı ki yarılsın yer və dağlar da az qaldı ki qopub uçsun. Fəl-xalalu fi əsmai və sifati yəti min cihət isbati mə nəfəhullah. Yəni isim və sifətlər babında xələl, xata hansı tərəfdən gəlir? O tərəf ki Allah Subhanahu taala özündən bir şeyi nəfi edibsə, uzaq edibsə, gəlir bir qisim onu isbat edir. Əlbəttə bu xələldir, bu xatadır. Və yaxud da ki, av nəfi mə əthbətəhu Allah Subhanahu taala. Və yaxud da Allah Subhanahu taala özü üçün bir şey isbat edib, bir toplumda çıxır, onu inkar edir. Necə ki yuxarıdakı misalla ikinci misal, birinci misalla ikinci misal buna açıq-aşkar dəlildir.